Sabahınız xeyir, gününüz uğurlu olsun əziz telesəhər tamaşaçıları. Azərbaycan televiziyasının efirində telesəhər izləyirsiniz. Sizinlə studiyada mən İlhan və dəyərli əziz həmkarım Könüldür. Bugün də sizə bir-birindən maraqlı mövzuları təqdim eləyəcəyik. Odur ki, yaxın 2 saat ərzində diqqətiniz bizdə olsun. Çünki bugün həftənin şənbə günüdür, istirahət günüdür. Bilirik ki, bizi izləyirsiniz. Mən isə vaxt itirmədən öz həmkarımı salamlamaq istəyirəm. Sabahın xeyir günü. Sabahın xeyir olsun İlham. Mən də öz növbəmdə səni salamlayıram. Dəyərli telesəhər izləyiciləri, həftəmiz, günümüz uğurlu olsun və əslində həftəni yekunlaşdırmaq üzrəyik və çox məhsuldar keçən həftəmizdə müxtəlif sahələrə toxunduq, müxtəlif reportajlar, sujetlər hazırladıq və elə bir neçə dəqiqədən sonra da o yekunu sizə təqdim edəcəyik. Gözünüz telesəhərdə olsun, çünki irəliləyən dəqiqələrdə viktorinamız olacaq, eyni zamanda günün mövzusunu sizə elan eləyəcəyik və 052-245-37-17 WhatsApp nömrəsini bir kənara yazın və artıq tamaşaçılarımızın əslində əzbərindədir. Çünki bu nömrə sizə birazdan daha çox lazım olacaq dəyərli tamaşaçılar. Bəli, biz həftənin yekununa keçmək istəyirik. Hansı hadisələrlə, hansı sujetlərlə daha çox yadda qaldı? Elə gəlin yekundan izləyək. Həftə isti havalarla başladı. Deyilənə görə dünyaya təsir göstərməyə başlayan El Nino hava fenomeni sürətlə güclənir. Bu da qlobal miqyasda ekstremal hava hadisələri ilə rekord temperatur göstəricilərinə səbəb ola biləcək. Görəsən ölkəmizə necə təsiri olacaq? İqlimdə fövqəladə dövr başlayır, yeni temperatur rekordları qeydə alınacaq. Quraqlıq özü kənd təsərrüfatına mənfi təsir göstərir və məhsuldarlıq azalır və ərzaq təhlükəsizliyində problem yaranır. İnsanlar isti olanda həddən artıq dəridən ifraz olunan mayenin miqdarı artır və həm böyrəklərin fəaliyyəti zəifləyir, həm də qanın qatılığı artır. Belə istilərdə isə gərək özümüzü qoruyaq. Halı pisləşənlərə də dərhal ilkin yardım göstərək. Bunun üçün müəyyən qaydaları da bilməliyik. İsti havalarda uzun müddət günəş altında qalmaq bəzən gün vurma ilə nəticələnə bilər. Bəs belə olan halda ilk yardım necə göstərilməlidir? İsti vurma halları tez-tez baş verən bir hadisələrdir. Birincisi, çalışırsınız ki, onu sərin bir yerə, kölgə bir yerə qoyasınız, nəm dəsmalla onu siləsiniz. Əgər açıq havada çox olursunuzsa, mütləq əlinizdə sərin su olsun. Dondurma da alıb yemək olar, amma qədərində, çünki zərərləri də var. Temperatur yüksəldikcə dondurma alanlarının sayı da artır. Çünki yay deyəndə ağla gələn ilk dadlardan biri də məhz budur. Ancaq dondurmanın arxasında təkcə sərinlik yox, sağlamlıqla bağlı vacib məqamlar da dayanır. Və sevimli yay desertimiz kimlər üçün təhlükə ola bilər? Daha çox uşaqlarda xroniki tanzilit, yəni boğaz gəlmə halları və ya faringit halları varsa, soyuq qidaların qəbulu təbii ki, həmin xroniki xəstəlikləri gedişatını kəskinləşdirə bilər. Bu yay deserti təkcə boğazımıza yox, səsimizə də təsir edə bilər. Axı səsimiz həm də bizim peşəmizlə bağlı ən dəyərli sərvətimizdir. Peşəkar ifaçı üçün səs sadəcə istedadın ifadəsi yox, həm də illərlə qorunub saxlanılan ən dəyərli sərvətdir. Vokalistlər, səslə məşğul olan insanlar, onlar ümumiyyətlə səslərində soyuq olmaz, soyuq dəyimi olmaz, xəstələnməməlidirlər. Yüksək tonla danışmaq, qışqırmaq, bütün bunlar səsə çox mənfi təsir göstərən amillərdir. Belə bir fikir var ki, süd səsə yaxşı təsir eləsinə, yana süd əddən artıq çox istifadə eləsək, mədə turşuluğunu qaldırmaqla səsə mənfi istifadə eləyə bilərik. Bu fəsildə tıxaclara da dözümü qalmır adamın. Üstünlük veririk iki təkərli nəqliyyat vasitələrinə. Amma velosiped və skuter kimi iki təkərli nəqliyyat vasitələrindən istifadə zamanı qaydalara əməl etmək mütləqdir. Ölkəmizdə kiçik elektrikli nəqliyyat vasitələri və ya velosipedlərdən istifadə edənlər az deyil. Bu tip nəqliyyat vasitələrini idarə edənlər hansı məqamları nəzərə almalıdırlar? Bütün yol hərəkət iştirakçıları öz vəzifə borclarını bilməli və yerinə yetirməlidirlər. Qaydalara əməl etmək bizi təhlükələrdən sığortalayan ən vacib məqamdır. Həftə sonunuzun gözəl, rəngarəng, istirahətinizin təhlükəsiz keçməsi diləyi ilə bu həftəyə də belə yekun vururuq. Bir maraqlı məlumatı sizin diqqətinizə çatdırmaq istəyirik əziz tamaşaçılar. Belə ki, Marsın gecə səması ilk dəfə bu qədər aydın görüntülənib.
NASA-nın Curiosity aparatı tərəfindən qeydə alınan kadrlarda qırmızı planetin qaranlıq səması və gecə mənzərəsi əks olunub. Görüntülər Marsın sirli atmosferini və kosmosun sonsuzluğunu bir daha göz önünə sərir. Bu cür müşahidələr planetin iqlimi və səthi xüsusiyyətlərini daha yaxşı öyrənilməsinə kömək edir. Kadrlar sosial şəbəkələrdə də böyük maraqla qarşılanıb. Planetlərin hərəkəti astrologiyada da təsirsiz ötüşmür. Xüsusilə də şənbə günləri Saturn planetinin hakimiyyəti altında olur bir sıra bürclər. Saturnda nizam, intizam və yarımçıq qalmış işlərin tamamlanması istiqamətindədir. Və Oğlaq və Dolça bürcü nümayəndələri bugün sizi böyük sürprizlər gözləyir. Bunu biz yox, ulduzlar deyir. Bəli, 20 iyun tarixdə əziz tamaşaçılar, amma bugün 12 bürcü nümayəndəsini nələr gözləyir? Gəlin ilə birlikdə Ulduzlar deyir ki, rubrikasından bilək. Qoç, bugün enerjiniz yüksək olacaq. Yeni tanışlıqlar, maraqlı imkanlar gətirə bilər. Tələskən qərarlardan uzaq durun. Buğa, maddi məsələlərdə diqqətli davranmaq faydalı olacaq. Ailə üzvləri ilə səmimi söhbətlər münasibətləri gücləndirə bilər. Günün sonunda xoş xəbər alma ehtimalınız var. Əkizlər, bugün diqqət mərkəzində olacaqsınız. Yeni ideyalarınız ətrafınızdakı insanları təsirləndirə bilər. Şəxsi həyatınızda kiçik sürprizlər gözlənilir. Xərçəng, daxili hisslərinizə güvənmək sizə doğru istiqaməti göstərəcək. İş həyatınızda səbirli olmaq vacibdir. Sevdiklərinizdən dəstək alacaqsınız. Şir, bugün liderlik keyfiyyətləriniz ön plana çıxacaq. Qarşınıza çıxan fürsətləri düzgün qiymətləndirin. Romantik münasibətlərdə müsbət inkişaflar gözlənilir. Qız, planlı hərəkət etməyiniz sizə üstünlük qazandıracaq. İş mühitində yeni məsuliyyətlər yarana bilər. Sağlamlığınıza və istirahətinizə vaxt ayırın. Tərəzi, tarazlığı qorumaq günün əsas mövzusu olacaq. Dostlarla görüşlər və maraqlı söhbətlər əhvalınızı yüksəldəcək. Maliyyə məsələlərində ehtiyatlı olun. Əqrəb, qətiyyətiniz sayəsində çətin görünən məsələləri həll edə biləcəksiniz. Gün yeni başlanğıclar üçün uğurlu görünür. Düşünmədən qərar verməyin. Ox atan, səyahət və ya yeni təcrübələrlə bağlı planlarınızı bugün yenidən nəzərdən keçirin. Fürsətləri qaçırmamaq üçün diqqətli olun. Nikbinliyiniz ətrafınızdakı insanlara da təsir edəcək. Oğlaq, məqsədlərinizə doğru inamla addımlayacaqsınız. İş həyatınızda məhsuldar və uğurlu bir gün ola bilər. Yaxınlarınızla vaxt keçirmək sizə rahatlıq gətirəcək. Dolça, təklifləriniz və fikirləriniz bugün xüsusi diqqət çəkəcək. Yeni layihələrdə uğurlu nəticələr əldə edə bilərsiniz. Gözlənilməz xəbərlər planlarınızı dəyişə bilər. Balıqlar, həssaslığınız və intuisiyanız güclü olacaq. Şəxsi münasibətlərdə anlayışlı davranmaq müsbət nəticə verəcək. Günün sonunda özünüzü daha rahat və motivasiyalı hiss edəcəksiniz. Bugün 20 iyundur və şənbə günü də artıq iyun ayının da sonuna doğru gedirik və odur ki, istirahətimizdə yaxşı formada təmin etməyə çalışırıq əziz telesəhər izləyiciləri. Şərt o deyil ki, müxtəlif ölkələrə səyahət eləyər və yaxud da bölgələrə müxtəlif tur təşkil eləyək. Elə bunu özümüz dəniz kənarında və yaxud da müxtəlif yerlərdə də çadır quraraq da bunu təşkil edə bilərik. Təbii ki, zövqlər müxtəlifdir, hər kəs istirahətini fərqli cür təmin etmək istəyir və tamaşaçılarımızdan soruşaq, əziz həmkarım, çadır mühitini sevirsiniz, yoxsa oteldəki rahatlığı 050-245-37-17 WhatsApp nömrəsində fikirlərinizi gözləyirik. Çünki adətən insanlar istirahətə gedərkən birinci növbədə öz rahatlığını düşünürlər və təbiət qoynunda olmaq nə qədər xoş olsa da istəyirlər ki, təmizlik işləri ilə, yemək işləri ilə çox da məşğul olmasınlar və xüsusilə də az yaşlı uşaq valideynləri, yəni analar, xanımlar çox da ev işləri görmək istəmirlər və istəyirlər ki, rahat formada istirahət eləsinlər. Buyurub siz də fikirlərinizi bildirə bilərsiniz. Bəli, sizdən gələn fikirləri gözləyirik əziz tamaşaçılar, amma istədik bir məsələni qeyd edək ki, bugün 20 iyun tarixi bir sıra əlamətdar hadisələrlə yadda qalıb. Bir qeyri-rəsmi günü də sizin diqqətinizə çatdıraq ki, bəzi ölkələrdə beynəlxalq sörf günüdür. Məhz iyun ayının 3-cü həftəsinin şənbə gününə düşür.
Bu da məhz 20 iyuna 20-sinə düşür, bəli, 20 iyuna belə deyim, Təsadüf həvalə olunur, eləyir, təsadüf olunur. Gəlin elə birlikdə 20 iyun tarixi müxtəlif illərdə hansı hadisələrlə yadda qalıb, əlamətlər, günlərlə yadda qalıb birlikdə izləyək. 20 iyun Ümumdünya Qaçqınlar Günüdür. 2000-ci ildə BMT-nin Baş Məclisi bu tarixin Ümumdünya Qaçqınlar Günü kimi qeyd olunması barədə xüsusi qətnamə qəbul edib. Qətnamənin qəbulunda əsas məqsəd evindən, elindən didərgin düşən qaçqın və məcburi köçkünlərin acınacaqlı həyat şəraitini diqqətdə saxlamaq, onların sayının artmasının qarşısını almaqdır. 1971-ci ildə Cəmşid Naxçıvanski adına orta ixtisas internat məktəbi, hazırki Cəmşid Naxçıvanski adına hərbi lisey təşkil edilib. Bu təhsil ocağının indiyədək 9000-ə yaxın məzunu olub. Onlardan 10-u general, biri isə admiral ali rütbəsinə qədər yüksəlib. Xalq artisti Əli Qurbanov 1898-ci ildə Tbilisidə doğulub. Aktyorluq fəaliyyətinə 1914-cü ildə Teatr Həvəskarları truppasında başlayıb. 1925-ci ilin axırlarında Azərbaycan Xalq Maarif Komissarlığının sərəncamı ilə Tbilisi teatrının bir sıra tanınmış aktyorları ilə birlikdə Əli Qurbanov da Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət olunub. 50 ildən artıq böyük səhnədə olub. Bu müddətdə 200-ə yaxın müxtəlif rollarda çıxış edib. 40 ildən artıq Cəfər Cabbarlı adına Azərbaycan Film Kinostudiyasının filmlərində də çəkilib. Bəstəkar, pedaqoq, xormeyster, xalq artisti Cahangir Cahangirov 1921-ci il iyunun 20-sində Bakıda doğulub. Onun yaradıcılığı çoxşaxəlliyi ilə seçilir. Bəstəkarın xor və instrumental musiqiləri, operaları, bir-birindən gözəl mahnıları var. Bunlara misal olaraq Arazın Otayında poemasını, 12 hissədən ibarət Dostluq mahnısı kompozisiyasını, Azad və Xanəndənin Taleyi operalarının xor nömrələrini, Füzuli, Nəsimi, Aşıqalı kantatalarını, onlarca xor miniatürlərini göstərmək olar. Teatr və kino aktrisası, muğam ifaçısı, əməkdar artist Rəhlə Məlikova 1923-cü ildə Bakıda doğulub. Gənc Tamaşaçılar Teatrında çalışıb. 1945-ci ildə lentə alınmış Arşın Malalan filmində canlandırdığı Asya obrazı ilə tanınır. Uzun ömrün Akkordları filmində rol alıb. Müxtəlif konsert proqramları ilə çıxış edib. 1940-cı ildə xalq artisti Nəcibə Məlikovanın qardaşı ilə ailə həyatı qurub. Biblioqraf, ədəbiyyatşünas, filologiya elmləri doktoru professor Nazim Axundov 1924-cü ildə Şuşada doğulub. İlk mətbu əsəri Cəfər Cabbarlı adlı kitabçası 1947-ci ildə çap olunub. Mirzə Fətəli Axundov, Səməd Vurğun, Mirzə Ələkbər Sabir və digər biblioqrafik kitabçalarını, ədəbiyyat müntəxəbatı dərsliklərini və bir sıra metodik vəsaitləri tərtib edib. Eyni zamanda Azərbaycan Satira jurnalları adlı tədqiqatın müəllifidir. Amerikan müğənni, şair, prodüser və aktyor Lionel Richie Camaderas adlı musiqi qrupunda fəaliyyət göstərib. Solo karyerasında Lionel Richie albomu ilə debüt edib. Gözəl saksafon ifaçısıdır. Universitetdə təhsil alarkən tennislə maraqlanıb. Bu sahədə uğur qazanıb. 1980-ci ildə onun bəstələdiyi Kenny Rogersin oxuduğu Lady mahnısı həmin ildə hit paradlarda birinci yerə qədər yüksəlmişdi. Ən böyük uğuru ona məşhur Hello mahnısı qazandırıb. Məşhur kino aktrisası, Saat filmində yaratdığı Virginia Woolf roluna görə Oskar mükafatı qazanmış Nicole Kidman uşaqlığının böyük qismini Avstraliyada keçirib. Hollywoodun şöhrət xiyabanında ulduzu var. O, 5 Qızıl Qlobus, Gümüş Ayı, 2 Emmy, Saturn və BAFTA mükafatlarının sahibidir. Şəhərin səs-küyündən uzaqlaşıb təbiətə qaçmaq istəyənlərin sayı günü-gündən artır əziz tamaşaçılar. Elə bayaq da biz sizə günümüzün mövzusunu təqdim elədik ki, istirahətə yollanarkən çadır turizminə üstünlük verirsiniz, yoxsa otel rahatlığına, amma elə indi istərdik biz çadır turizmindən danışaq. Çünki artıq bilirik ki, insanlar daha çox çadırlara da üstünlük verirlər. Və burada əsas məsələ sadəcə təbiətin gözəlliyi deyil, həm də uyğun bir mühitdə çadırı qurmaqda səhər izləyiciləri. Dağlıq, daşlıq ərazilərdən bir qədər uzaq dayanın, amma eyni zamanda su hövzəsinə yaxın ərazilərdə çadır qurmaq tövsiyə olunur. Amma təbii ki, daşqın, sel təhlükəsi, sürüşmə təhlükəsi olan ərazilərdən də uzaq dayanın və mütəxəssislə müraciət etməyiniz bu da tövsiyə olunur. Və çadır seçərkən nəyə diqqət eləyək və hansı ərazilərə daha çox müraciət eləyək, təhlükəsizlik qaydalarına necə maksimum təmin edək, bu sujetimizdən izləyib biləcəksiniz.
İlk addım çadır seçimi ilə başlayır. Görünüşündən vacib hava şəraitinə uyğunluq və istifadə məqsədidir. Məkanın düzgün seçilməsi ilə yanaşı küləyin istiqaməti də nəzərə alınmalıdır. Son mərhələdə isə sabitlik yoxlanılır. Çadır seçimi istifadə məqsədindən və hava şəraitindən asılıdır. Çubuqlu çadırlar ən çox istifadə olunan modellərdir. Yüngül, rahat daşınan və küləyə davamlı olduqları üçün qısa kamp və yürüyüşlər üçün uyğundur. Pop-up çadırlar bir neçə saniyədə qurulur və yeni başlayanlar üçün əlverişlidir, lakin güclü küləyə qarşı daha zəif. Şişmə çadırlar hava ilə doldurulan dayaqlarla qurulur, tez qurulaşdırılır və ailələr üçün rahat seçimdir. İndi isə ən maraqlı mərhələdəyik. Çadırın qurulması ilk baxışda sadə görünsə də yer seçimi, dirəklərin bərkidilməsi və giriş istiqamətləri sonradan rahatlığı ciddi dəyişə bilər. Çünki təbiətdə səhv qurulan çadır bir gecədə çətin bir macəra yarada bilər. Turizmin bu növü əslində minimum əşya ilə maksimum təcrübə yaşamaq deməkdir. Amma bunun üçün hazırlıq hələ evdən başlamalıdır. Çünki təbiətdə rahatlıq təsadüf deyil. Çadırın ölçüsü, materialı, hava keçirməsi və qurulma üsulu rahatlığınızı müəyyən edir. Bu sahədə təcrübəsi olanlar deyir ki, hazırlığı yola çıxmadan görmək daha faydalıdır. Əsas qaydalardan biri də təbiətə müdaxilə etmədən istirahəti daha maraqlı keçirməkdir. Tullantıları ətrafa atmamaq, əraziyə zərər verməmək və təhlükəsizlik qaydalarına əməl etmək mütləqdir. Bu həm də bizdən sonra gələnlər üçün əlverişli mühit yaratmaq üçündür. Getdikləri yerdə ocaq qaladılar, ocağı söndürməlidirlər su ilə və yaxud da üstünü torpaqlamalıdırlar, söndüyündən əmin olub sonra getməlidirlər. Siqaret ümumiyyətlə çəkilməsə yaxşıdır. Bunlar hamısı yanğına səbəb olur. Yanğın da tək bir meşəni yandırmır, bir çölü yandırmır. Orada olan mikroaləmi, ekosistemi, mikroaləmi yandırır. Çadır turizminin ən böyük qazancı getdiyin yeri dəyişmək yox, olduğun məkanı istirahət zonasına çevirmək və təbiət qoynunda yaxşıca dincəlməkdir. Əzizə Mahmudzadə, Emin Tağıyev, Telesəhər. İstirahət etmək sadəcə olaraq gözəl mənzərədə vaxt keçirmək deyil, eyni zamanda özümüzün və ətrafdakı insanların da təhlükəsizliyini təmin etməkdir. İyunun 1-dən bugünə qədər qeyri-çimərlik ərazilərində 12 nəfərin bataraq ölməsi faktı qeydə alınıb. Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə, xüsusilə valideynlərə müraciət edərək təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır. Bəli, bununla bağlı ətraflı məlumatı bizə Fövqəladə Hallar Nazirliyinin kiçik həcmli gəmilərə nəzarət və sularda xilas etmə dövlət xidmətinin ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, Daxili Xidmət Polkovnik Leytenantı Akşin 50 məlumat verəcək. Akşin bəy, salam, sabahınız xeyir. Salam, hər vaxtınız xeyir olsun. Ətraflı məlumatı sizdən eşidək. Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılmış kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə bildirməliyik ki, hələ də Akşin bəy, üzr istəyirik, bir qədər yüksək danışmaq mümkündürmü? Biz sizi daha aydın eşidirsizmi? Bəli, buyurun. Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılmış kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə bildirməliyik ki, hələ də bəzi vətəndaşların, o cümlədən uşaq və yeniyetmələrin çimərlik kimi nəzərdə tutulmayan suvarma kanalları, süni göllər, su arxları və digər su hövzələrindən çimərlik kimi istifadəsi hallarına rast gəlinir ki, bu da sonda acı nəticələrə səbəb olur. Belə ki, iyun ayının 1-dən bu günə qədər qeyri-çimərlik ərazilərində 12 nəfərin suda bataraq ölməsi faktı qeydə alınmışdır. Bildiririk ki, qeyri-çimərlik əraziləri, o cümlədən suvarma kanalları, süni göllər, su anbarları və bu kimi digər çimərlik kimi nəzərdə tutulmayan su obyektləri mürəkkəb relyefə, sürətli axına, qeyri-məhdud görüntüyə və digər təhlükəli xüsusiyyətlərə malik olması bu hövzələrdən istifadə edənlərin həyat və sağlamlığına ciddi təhlükədir. Odur ki, bir daha əhaliyə, xüsusən valideynlərə müraciət edirik ki, uşaq və yeniyetmələri nəzarətsiz qoymasınlar, müvafiq təhlükəsizlik qaydalarına əməl etsinlər və qeyri-çimərlik ərazilərindən istifadədən çəkinsinlər.
Bir statistik məlumatı da nəzərinizə çatdırmaq istəyərəm ki, iyun ayının 1-dən bu günə qədər xidmətin nəzarət etdiyi çimərliklərdə 4 nəfərin, ümumilikdə il ərzində isə 11 nəfər sulardan xilas olunmuşdur və xidmətin nəzarət etdiyi çimərliklərdə ölümlə nəticələnən suda batma hadisəsi qeydə alınmamışdır. Bu rəqəmlər də onu deməyə əsas verir ki, yalnız və yalnız xilasedicilərin xidmət apardıqları çimərliklərdən istifadə edilməli və ərazidəki xilasedicilərin və quraşdırılmış maarifləndirici lövhələrin göstəriş tələblərinə sözsüz əməl edilməlidir. Təşəkkür edirik ətraflı məlumat üçün Akşin müəllim və biz davam edirik əziz səhər izləyiciləri. Təbii ki, bu məsələlər sadəcə valideynləri və uşaqların aidiyyatı məsələlər deyil. Eyni zamanda bəzən çox yaxşı istirahət edərkən söhbət dırnaqarası istirahətdən gedir və o zaman da batma halları ilə tez-tez rastlaşır vətəndaşlar. Məsələn, spirtli içki qəbul edib suya daxil olmayın. Bu ən vacib məsələlərdən biridir və bəzi yazılmamış qanunlardır ki, bunu artıq kiminsə dilə gətirməyə və yaxud da Fövqəladə Hallar Nazirinin əməkdaşlarının böyük bir çağırış etməyə ehtiyac yoxdur. Bunu artıq şuurlu şəkildə insan özü dərk etməlidir. Və nə böyük təsadüf ki, İlhan, telekitabda da bu mövzuya toxunmuşuq. Çünki əsərin qəhrəmanı elə öz uşaqlarla, övladlarla birlikdə istirahətə gedərkən məhz içki əldə-içisi olduğuna görə müxtəlif təhlükələrlə üzləşib. Elə telekitabda da bu maraqlı əsəri sizə təqdim edəcəyik. İzləyək. Əziz tamaşaçılar, bir çoxumuz onun sadəcə filmlərini tanıyırıq, amma təbii ki, bu filmlərin bir zamanlar kitab olduğunu da unutmaq lazım deyil. Çox təqdimata ehtiyacı olmayan Stephen Kingin Parıltı kitabını sizə təqdim edirəm. Bu kitab bir alkoqolik ər və eyni zamanda ana, həmçinin bir övlad haqqındadır. Onlar bir ucqar oteldə bir neçə ay vaxt keçirməyə çalışırlar və öz ailə münasibətlərinə, həmçinin gələcəkdəki həyatları ilə bağlı müəyyən qərarlar verməli olurlar. Amma bu otel həddindən artıq böyükdür və eyni zamanda ətraf aləmlə əlaqəsi kəsilir. Xüsusilə də qış ayında bu otelin baxımı bu ailəyə həvalə edildiyi üçün onlar belə bir problemlə üzləşirlər və ətraf aləmlə əlaqələri kəsilir və oteli tək başına 3 nəfərə idarə etməyə çalışırlar. Oteldə onların başına xeyli müəmmalı hadisələr gəlir, sirli hadisələr gəlir. Onlar müəyyən qarabasmalara şahid olurlar və təbii ki, öz həyatlarını bu formada davam etdirməyə çalışırlar. Ümumilikdə qorxu janrının banisi, atası hesab olunan Stephen Kingi mütaliə eləməyi bir çox Azərbaycan gənci də çox xoşlayır və mən əminəm ki, bu kitab da sizin rəflərinizdə öz yerini tapacaq. Və həmişəki kimi sağlıqla qalın, kitabla qalın. Qısa aradan sonra yenidən sizin qarşınızdayıq, əziz tamaşaçılar. Belə ki, növbəti reportajımız Tacikistanın ən qədim və mühüm tarixi məkanlarından biri haqqındadır. Bəhs edəcəyimiz məkanın tarixi 1000 illiklərlə ölçülür. Bəli, yerli tarixçilərin sözlərinə görə bu məkanlarda 1000 il əvvəl yaşayış məskənləri olub və insanlar öz mədəniyyətlərini təbliğ ediblər və hətta Mərkəzi İpək yolunun üzərində yerləşən bu ərazi haqqında Asiya ölkələri üzrə xüsusi müxbirimiz Rövşən İlyasov bizə məlumat çatdıracaq. Hisarın tarixi təxminən 3000 il əvvələ gedib çıxır. Müxtəlif dövrlərdə buradan karvan yolları keçib. Ticarət, sənətkarlıq və şəhər həyatı inkişaf edib. Hisar Böyük İpək yolu üzərində mühüm məntəqələrdən biri olub. Tacirlər, səyyahlar və hərbi dəstələr burada dayanırdılar. Şəhər şərqlə qərb arasında əlverişli tranzit məntəqəsi olub. Buna görə də əsrlər boyu bu ərazilər müxtəlif hökmdarların və fatihlərin diqqətini cəlb edib. Vaxtilə Hissar qalasının ərazisi təxminən 86 hektar idi. Kompleksin qorunub saxlanılan hissəsi 17 hektar ərazini əhatə edir. Qala 3 əsas hissəyə bölünürdü. Yuxarı hissə hökmdarın Hissar bəyinin iqamətgahı kimi istifadə olunurdu. Üçüncü hissədə isə 300-400 döyüşçüdən ibarət qarnizon mövcud idi. Hisar vaxtilə Buxara Əmirliyinin ən böyük şəhəri və paytaxtı hesab olunurdu. Bugün isə Hisar Mərkəzi Asiyanın ən böyük
qalası statusunu qorumaqdadır. Bugünə qədər qədim kompleksin bəzi hissələri qorunub saxlanılır. Qala qapıları, divarların bir hissəsi, mədrəsə, karvansara, məqbərə və məscid. Xüsusilə ark qapıları diqqəti cəlb eləyir. Onların qüllələrinin hündürlüyü 17 metrə çatır. Hazırda biz Səmanilər dövrünə aid qala qapısının qalıqlarının yanındayıq. 13-cü əsrdə Monqolların yürüşü zamanı qala Çağatay tərəfindən dağıdılır, günümüzə isə qala qapılarının kiçik bir hissəsi çatır. Bu qala divarlarının arxasında təkcə bir şəhərin keçmişi deyil, ticarət yollarının, mədəniyyətlərin, dövlətlərin və xalqların taleyinin kəsişdiyi böyük bir dövr dayanır. Rövşən İlyasov, Azərbaycan Televiziyasının Mərkəzi Asiya Bürosu, Hissar, Tacikistan. Sabah 21 iyun tarixində Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Şah Abbas namə tamaşası ifa olunacaq əziz telesəhər izləyiciləri və siz də bu tamaşaya 2 nəfərlik bilet əldə etmək istəyirsinizsə, o zaman sualımız var viktorinasında iştirak edin. Hazırda sizə süni intellekt vasitəsilə hazırlanmış fotoşəkli təqdim eləyəcəyik. Bəli, ekranda gördüyünüz bu süni intellekt vasitəsilə hazırlanmış fotoşəkil hansı atalar sözünü ifadə eləyir? 050 245 37 17 bizim WhatsApp nömrəmizdir və sizdən doğru cavabı gözləyirik. Əgər bizə doğru cavab versəz, bizim birinci mərhələnin qalibi olursunuz, amma bizim ikinci mərhələ də var ki, həmin dəvətnamələri əldə eləyəsiniz və həftə sonunuzu gözəl keçirdəsiniz. Biz isə efirimizi mədəniyyət xəbərlərlə davam etdiririk. Bəzən bir rəssamın yaradıcılığı bütöv bir dövrün aynasına çevrilir. Elbəy Rıza Quliyev yaradıcılığı kimi. Onun əsərlərində həyatın özündən gələn səmimiyyət, insan əməyinə hörmət və doğma torpağa bağlılıq xüsusi yer tutur. Elə buna görə də Abşeronun küləkli sahilləri, zəhmət adamlarının gündəlik həyatı və uzaq ölkələrdən gətirdiyi təəssüratlar eyni təbiiliklə onun kətanlarında canlanır. Abşeron isə rəssamın yaradıcılığında sadəcə məkan deyil, ilham mənbəyidir. Pirşağıdakı emalatxanasında ərsəyə gətirdiyi əsərlər doğma yurda sevgisinin, təbiətə və həyata poetik baxışının ən dolğun ifadəsidir. Elbəy Rıza Quliyevin yaradıcılığını zənginləşdirən məqamlardan biri də onun müxtəlif ölkələrə etdiyi səfərlər olub. Meksika, Yaponiya, İtaliya səyahətləri rəssama yeni mövzular, fərqli obrazlar və zəngin təəssüratlar bəxş edib. Bu silsilələr Elbəy Rıza Quliyevin dünyaya maraqla baxan müşahidəçi xarakterini və insanı bütün rəngləri ilə təsvir etmək bacarığını nümayiş etdirir. Elbəy Rıza Quliyevin sənət dünyası kətanla bitmir. Azərbaycan tamaşaçısının sevərək izlədiyi ekran əsərlərinin bədii həllində iştirak edən rəssam, kino tariximizdə də özünə məxsus yaradıcılıq izi qoyub. Milli təsviri sənətin görkəmli nümayəndəsi, xalq rəssamı Elbəy Rıza Quliyevin sənət yolunun rəngləri, xatirələri və obrazları bu dəfə eyni məkanda görüşür. Görkəmli rəssamın anadan olmasının 100 illiyinə əsr olunan Elbəy Rıza Quliyev ürəyi ilə yaradan rəssam sərgisində 80-ə yaxın rəngkarlıq və qrafika əsəri, həmçinin kino eskizləri təqdim edilir. Ürəyi ilə yaradan rəssamın yaradıcılığı ilə tanış olmaq istəyənlər avqustun 31-nədək Milli İncəsənət Muzeyini ziyarət edə bilərlər. Milli Azərbaycan Ədəbiyyatı Muzeyində şeirimizdə və yazılı abidələrimizdə insan haqları mövzusunda elmi sessiya keçirilib. Muzeyin direktoru akademik Rafael Hüseynov Azərbaycanda İnsan Hüquqları Gününün tarixi əhəmiyyətindən bəhs edib. Qeyd olunub ki, insan hüquqları ədəbiyyatımızda şair və yazıçılarımızın yaradıcılığında xüsusi rol oynayıb. Həmçinin xalq şairi Cabir Novruzun İnsan himləri poeması əsasında mənəvi dəyərlər, məhəbbət, sevgi və qayğı kimi bəşəri hisslərin ədəbiyyatdakı əksindən danışılıb. Sessiya mövzu ilə bağlı müxtəlif məruzələrlə davam edib. Bəli, tamaşaçılar mədəniyyət xəbərlərini izlədik. Ölkədə baş verən müxtəlif mədəni yeniliklərdən məlumatımız oldu. Odur ki, siz də elə həftə sonunuzu maraqlı keçirmək istəyirsinizsə, gedin müxtəlif kinoteatrları üst tuta bilərsiniz. Bizim hər dəfə sizə təqdim elədiyimiz Sayın Masterkarta da üst tuta bilərsiniz. Gedin müxtəlif kinoları izləyə bilərsiniz. Amma biz indi isə sizə verilişimizdə sağlamlığınızla bağlı sizi maraqlandıran suallara cavab tapmağa çalışırıq.
bugün də toxunduğumuz mövzu Bəli, əslində elə gəzintiyə diqqət çəkdinsə, vaxtımızı daha yaxşı təmin etməyə diqqət çəkdinsə İlhan, eyni zamanda açıq havada gəzməyin faydalarını da hər zaman qeyd edirik və xüsusilə də D vitamini çatışmazlığı olan insanlar açıq havada günəş şüaları altında gəzmələri tövsiyə olunur, amma təbii ki, müəyyən qaydalara əməl etmək şərti ilə və bugün telehəkimdə D vitamini çatışmazlığının sümükləri sağlamlığına necə təsir edir? Bu mövzuya toxunmuşuq, gəlin izləyək. Ümumiyyətlə, D vitamini insan orqanizmində çox vacib bir rol oynayır. Ona görə də biz D vitaminə təkcə biz vitamin kimi deyil, hətta bir hormon kimi baxırıq. Çünki D vitamini bədənimizdə istər hormonların fəaliyyəti üçün və ən önəmlisi sümük əzələ sisteminin fəaliyyəti üçün çox vacib bir vitamindir, hormondur. Və Azərbaycan bir endemik zona olaraq təəssüf ki, əhalinin 75-80%-də D vitamini yetməzliyi, bəzi hallarda defisitinə biz rast gələ bilirik. Ümumiyyətlə, yəni əhali bilməlidir ki, D vitamini yetməzliyi bu xəstələrdə əzələ və sümük ağrıları verə bilir, yorğunluq halları yarana bilir, bir belə deyək, adinamik həyat tərzi yarada bilir və buna görə də mütləq şəkildə bədənimizdə D vitamininin həmişə normal şəkildə, yəni deməli 30-60 arası bir vahid arasında olması məsləhətdir və tövsiyə olunandır. Yəni D vitamini çatmırsa nə baş verir? Sümük əzələ sistemində bildiyimiz kimi sümük əzələ sisteminin əsas strukturasını təşkil edən kalsium, fosfor elementlərdir və sümüklərdən başlayıb bu elementlər yuyulmağa və bədən parçalanır və bu şəkildə də sümüklərdə əvvəl osteopeniya, daha sonra isə osteoporoz yaranır. Bunlar isə zaman keçdikcə sümüklərin zəifləməsi və sınmasına gətirib çıxarda bilir. Hava bizə əsas verir ki, artıq istirahətimizi gözəl formada təmin eləyək və tamaşaçılarımızdan soruşmuşuq. Siz daha çox çadır istirahətinə üstünlük verirsiniz, yoxsa otel rahatlığına? 050-245-37-17 WhatsApp nömrəsinə öz fikirlərinizi, təcrübələrinizi gözləyirik və xüsusilə də çadır qurmağa hazırlaşan insanlar mütləq ətrafdakı təhlükəsizlik məsələlərini də nəzərə alınıb və bu siyahıya hətta ilanlar belə daxildir. Bəli, ilanlardan əslində çəkinmək lazımdır. Sadəcə bir məsələ var ki, sən ona toxunmasan, o da sənə toxunmaz. Amma öz ehtiyatınızı saxlamaq da birinci məsələlərdən biridir, tamaşaçılar. İlan sancmasından danışırıq. Ümumiyyətlə, ilan sancarkən ilkin müdaxilə necə olmalıdır? Və Azərbaycanımızda, ölkəmizdə hansı ilan növləri geniş yayılıb sujetimizdən biləcəyik? İlan sancmalarının aktivləşdiyi bir dövr başlayıb, xüsusən də bölgələrdə, meşəli ərazilərdə, sahil yanı və dəniz kənarı ərazilərdə ilanlara rast gəlmək olur. Düzdür, bunların bəziləri su ilanı olsalar da, bütün hallarda ilan sancması təhlükəli hesab olunur. İlan sancmasından sonra həmin nahiyədə yandırıcı ağrı, şişkinlik, tədricən göy rəngə çevrilən qızartı yaranır. Zəhər qana keçdiyi təqdirdə ürək bulanma, baş ağrısı, ishal, yüksək bədən hərarəti, ürək döyüntülərinin artması və s. müşahidə edilir. Ağır hallarda mədə-bağırsaq qanaxması, iflic baş verə bilər. Birinci növbədə belə insanlar mütləq həkimə çatdırılmalıdır. Mütləq antidotlar var, xüsusi ilan zəhəri əleyhinə. Xüsusi vaksinlər var, onlar olunmalıdır və təbii ki, burada da yenə mütləq müəyyən müalicələr, təmizlənmədir, ilan zəhərinin bədənindən çıxır. Çünki ilan zəhərinin elə bir xüsusiyyəti var ki, qeyd-gedə yayıla bilər. Ona görə mütləq həkim müayinəsi, çoxlu maye, əgər həkimə çatdırana qədər bacardıqca çoxlu maye qəbul etdirmək, isti günün altından tamamilə yığışdırmaq lazımdır xəstəni. İlan sancması zamanı heç bir halda yaranı yandırmaq, həmin nahiyədə dərini kəsmək olmaz. Çünki mütəxəssislərin sözlərinə görə ölkə ərazisində olan ilanların bir çoxu zəhərlidir. İlanların bu qədər yayılmasının əsas səbəblərindən biri də insanların getdikcə ilan yaşayan ərazilərə müdaxilə etmələridir. Hava stabilləşdikcə, torpağın temperaturu stabilləşdikcə ilanlar kütləvi olaraq artıq aprel ayının ortalarında qışlamadan çıxırlar. Deyiriksə ki, işlədiyimiz yerdə, yaşadığımız yerdə ilanlar olmasın. Orada ilanların yediyi heyvanatdır, kərtənkələrdir, müxtəlif kimi gəmiricilərdir, quş yuvalardır, quş balasıdır. Hətta bəzən həyətlərində görürsünüz, toyuq cücələri də olur, dovşan saxlayırlar. Bütün bunlar hamısı ilanları cəlb edən amillərdir ki, ilan yem axtara-axtara o həyətə gələ bilər.
Mütəxəssislər deyirlər ki, bütün ilan sancmaları təcili tibbi yardım tələb edir. İlan sancan şəxsi təcili olaraq xəstəxanaya çatdırmaq mütləqdir. Çünki ilan zəhərinə qarşı zərdab yalnız xəstəxanalarda vurula bilər. Gülnar İlqarqızı, Zahir Həşimov, Emin Tağıyev, Telesəhər. Bəli, əziz Telesəhər izləyiciləri, indi isə efirimizi Asan Xidmət və Telesəhərin birgə layihəsi olan Asan Cavabla davam etdirəcəyik. Bəli, bu dəfə Asan Cavabda 18 yaşı tamam olmuş şəxsin şəxsiyyət vəsiqəsi əldə etmək üçün hansı sənədlər lazımdır, bunu biləcəyik. Yaşı 18-dən çox olan şəxslərə ilk dəfə şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı istənilən Asan Xidmət Mərkəzinə müraciət oluna bilər. Zəruri sənədlər, doğum haqqında şəhadətnamə, qan qrupu, boyun ölçüsü və gözün rəngi barədə tibbi arayış. Ailə vəziyyəti evli olarsa, nigah haqqında şəhadətnamə. Əgər varsa, keçmiş Sovet pasportu, 50 yaşa kimi bəy vətəndaşlar üçün hərbi bilet, yaşayış yeri üzrə qeydiyyata alınacağı əmlakın mülkiyyət hüququnu təsdiq edən sənəd, mülkiyyətçinin notariat qaydasında təsdiq olunmuş razılıq ərizəsi və dövlət rüsumunun ödənilməsi barədə qəbz. Mülkiyyətçi sənəd qəbulu mərhələsində iştirak edirsə, şəxsiyyət vəsiqəsini təqdim edərək xidməti pəncərəsində razılıq ərizəsini yaza bilər. Mülkiyyətçinin iştirakı mümkün olmadıqda, razılıq ərizəsi əvvəlcədən notariat qaydasında təsdiq olunaraq təqdim oluna bilər. Qeyd edək ki, sənədlər təqdim olunan zaman vətəndaşlıq barədə mənsubiyyət arayışı da tələb oluna bilər. Bu sənədi istənilən Asan Xidmət Mərkəzindən əldə olunması mümkündür. Şəxsiyyət vəsiqəsi 1 iş günü müddətinə hazırlanırsa 70 manat, 3 iş günü müddətinə hazırlanırsa 50 manat, 10 gün müddətinə hazırlanırsa 5 manat dövlət rüsumu təşkil edir. Şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi xidməti ilə bağlı şəkil Asan Xidmət Mərkəzində xüsusi aparat vasitəsilə ödənişsiz olaraq çəkilir. Ənənəvi və hər kəsin maraqla gözlədiyi bir rubrikamızla davam etmək istəyirik. Söhbət teleqonaqdan gedir, çünki bilirik ki, bizim izləyicilərimiz, tamaşaçılar məhz bu rubrikanı nəyə görə səbirsizliklə gözləyirlər? Ona görə ki, bugün bizim qonağımız kimdir, onları düşündürür və onlara suallar ünvanlayırlar. Və bu dəfə də qonağımız Natiq Rəsulzadədir, xalq yazıçısı və teleqonağın suallarını cavablandırıb. Eyni zamanda növbəti qonağımız kim olacaq, eləməz bu qonaq təyin edir və siz də sosial şəbəkə hesablarından Telesəhəri izləyin və hansı qonağı görmək istəyirsiniz və ona hansı suallar ünvanlamaq istəyirsiniz, buyurub bizə yazın. Natiq müəllim, salam, sabahınız xeyir, xoş gəlmisiniz. Xoş gününüz olsun. Səhəri nə ilə açırsınız? Su, çay, qəhvə, yoxsa? Axırıncı 20 ildə su. Onda sizə bir su gəlsin, başlayaq. Rubrikamızın şərtləri ilə tanışsınız. İlk sualı sizə xalq rəssamı Arif Hüseynov yönləndirib. Onun sualı isə belə idi. Biz nə vaxt əməkdaşlıq edəcəyik? Yəni, sizin kitablarınıza Arif Hüseynov nə vaxt illüstrasiyalar çəkə bilər? Arif üçün yazaram. Çox nikbin bir povest yazaram. Birlikdə işləyərik. İndi isə keçək rubrikamızın suallarına. Buyurun, qarşınızdakı sualları cavablandırın. Natiq Rəsulzadənin pəncərəsi şəhərə, dünyaya, yoxsa daxili aləminə, ruhuna açılır. Bu maraqlı sualdır. Çünki pəncərə povestim qocaman rəssamdan yazmışam. Və o, əlbəttə, iki tərəfli pəncərədir. Yəni, o mənim ruhuma da açılır və birinci növbədə əlbəttə oxuculara açılır. İlk əsərinizi yenidən yazsanız, əlavələr, dəyişikliklər çox olar. Təbii, çox olar, əlbəttə. Bilirsiniz, yazıcıda o əsəri ki, o 20-30 il, 50 il əvvəl yazıb, onu əlbəttə o mövzuya qaydanda o daha yüksək səviyyədə yazar. Natiq müəllim, bəs ilk əsəriniz hansı olub? 9-cu sinifdə oxuyurdum, 16 yaşım vardı. Adı nə idi o əsərin? Quş şəkili çəkirəm. Yazdıqlarınızı oxuyanda özünüzə hansı suallar verərsiniz? Vallahi bilmirəm, belə maraqlı sualdır, amma biraz çaşdırdı məni. Mən bəzi əsərləri oxuyanda, mən misal üçün özümə sual verə bilərdim ki, bunu niyə yazmısan? Bu kimə lazımdır? İnsanlar arasında yazıb yaratmaq daha rahatdır, yoxsa ruhlar arasında? Bu ruhlar arasında mənim romanımın adıdır. İnsanlar arasında gərək hamı ilə dil tapasan. Ruhlar sənlə çalışır, dil tapsın, sən onunla yox. Yazıçının müşahidə qabiliyyəti güclü olmalıdır, yoxsa
yaşadıqlarını qələmə almaq bacarığı. Məncə ikincisi, oxucuya daha çox lazımdır. Süni zəka gələcəyin yazarlarını, şairlərini yetişdirə bilər. Ay, bu süni zəka açığını deyim, mən bezdirib. Doğrudan da yaradıcı insan işinə məncə süni zəka gərək qarışır. Ulduzlar altında yol, kabusların arasında işıqlı torana çıxmaq mümkündürmü? Yəni o kitabların oxuyub qutaranda işıqlı torana çıxmaq mümkündürmü? Bu belə kitablarımın adından sual quraşdırılıb. Maraqlı sualdır. Mən istəyərdim o oxucu çıxanda işıqlı torana yox, ümumiyyətlə işıqlığa çıxsın. Toranı nə edirsiniz? Yox, elə işıqlı günə çıxsın. Və nəhayət sonda özünüz növbəti qonağın kim olacağını təyin edəcəksiniz, dəvət edəcəksiniz və ona bir sual ünvanlayacaqsınız. Buyurun. Mənim dostum Sirus Mirzazadə çox gözəl rəssamdır. Sirus, sən açan mənim kitablarımı işləyəcəksən, açan qrafik əsərlərimi mənim kitablarımın, əsərlərimin arasında olacaq. Natiq müəllim, vaxt ayırıb suallarımızı cavablandırdığınız üçün sizə təşəkkür edirik. Mən də sizə təşəkkür edirəm. Sizin suallarınız da çox maraqlı idi. Böyük həvəslə mən onları səsləndirdim, cavabları. Eyni zamanda mən bu restorana, Hill restoranına da minnətdarlığımı bildirirəm və tamaşaçılarla sağollaşıram. Bəli, əziz tamaşaçılar, bilirik ki, bugün şənbə günüdür. Hər biriniz evdəsiniz, dincəlirsiniz. Amma hamını düşündürən bir sual var ki, mən nahar yeməyinə nə yeyəcəm? Ümumiyyətlə, şam yeməyinə də nə yeyəcəm? Amma yəqin ki, cavab tapmağa çalışırlar. Və yaxud da ola bilər ki, elə özünüz, sevdiyiniz yoldaşınız və yaxud da övladınızla birlikdə gözəl bir şam yeməyi yemək istəyəsiniz və bugün sizə tövsiyə elədiyimiz o yeməyi də sifariş edə bilərsiniz və yaxud da elə həmkarımın da qeyd etdiyi kimi özünüz evdə hazırlaya bilərsiniz. Söhbət Dünya Mətbəxi rubrikamızda təqdim eləyəcəyimiz İtaliya mətbəxindən olan risottodan gedir. Amma risottonun xüsusi bir növü var, İlhan. Məhz onu təqdim edəcəyik, izləyək. Salam, sabahınız xeyir olsun, hörmətli tamaşaçılar. Dünya Mətbəxi rubrikası ilə yenidən qarşınızdayıq. Bu dəfə biz İtaliya mətbəxini üz tutmuşuq. Rubrikamızın bu dəfəki qonağı Scalini restoranının sahibi, həmçinin baş aşpazı Elio Bevilacquo'dur. Elio, salam, sabahınız xeyir. Salam, salam. Buongiorno. Buongiorno. Bugün biz nə hazırlayacaq? Bugün risotto alle verdure in forma di parmigiano. İngredientləri nədir? Risotto, verdure. Risotto düyüsü. Parmigiano. Parmizan pendiri. Tərəvəzlərdən bizdə brokolidir, gül kələmi, kabak. Göbələk, kök, pomidor. Və zeytun yağı. O zaman hazırlanmasına mətbəxə keçid edirik. Belə elində risotto düz gəlir. Gracias. Bon appetito. Dadına baxıram. Təşəkkür edirəm. Gracias. Çox ləzzətlidir, amma onu da vurğulayım ki, parmizanın dadı kəskin hiss olunur. Təşəkkür edirəm sizə. Prego, un piacere. Belə hörmətli tamaşaçılar, bu dəfə biz nə hazırlamışdıq? Bir daha xatırladaq. Risotto alle verdure in forma di parmigiano. Bəli, rubrikamız artıq sona çatdı. Gələn buraxılışda görüşərik. Hələlik. Ciao. Ciao. Çox gözəl təamın hazırlanmasını izlədik əziz tamaşaçılar, amma bir nüansda diqqətinizə çatdıraq ki, risotto alle verdure məhz arborio düyülərindən hazırlanır. Düzdür, digər düyülərdən də istifadə eləmək olar, amma onun fərqi elə ondadır ki, dadı da elə ondadır ki, arborio düyüsündən hazırlansın.
Amma bilir ki, yemək yeyəndən sonra, nahardan sonra müəyyən bir vaxt var ki, həm gəzmək lazımdır, yemək də həzmə getsin. Bakı Zooloji Parkını üst tutmaq olar. Amma qeyd eləyək ki, Bakı Zooloji Parkı saat 10-dan sonra fəaliyyət göstərir. Əziz valideynlər, uşaqlar. Biz də istəyərdik ki, oradan bir canlı bağlantını sizə təqdim eləyək. Çünki əməkdaşımız Gülnar hazırda dəvələrin və digər heyvanların baxımı haqqında danışacaq, xüsusilə də bu mövsümdə. Gülnar, sabahın xeyir olsun, günün uğurlu olsun. Buyur, efirdə sən eşidirik səni. Salam, sabahınız xeyir olsun, hörmətli aparıcılarımız, hər birinizi salamlayıram və təbii ki, ekran qarşısında bizi izləyən Telesəhərin daimi tamaşaçıları. Həftənin şənbə günüdür, mən sizi Bakı Zooloji Parkından salamlayıram. Hazırda biz dəvələrin qarşısındayıq. Ekrandan da gördüyünüz kimi Bakı Zooloji Parkında onlar üçün münbit, onların cüssələrinə uyğun olaraq münbit bir şərait yaradılıb. Hazırda ot yeyirlər və bilmək istərdim ki, ümumiyyətlə Bakı Zooloji Parkında həftənin şənbə və bazar günləri vəziyyət necə olur? Çünki bilirik ki, bəzi heyvanlar var ki, yay fəslidir, onlar istiyə davamlı deyirlər, günün altında qalmağa çox da davamlı deyirlər. Bütün bunlar haqqında bizə daha ətraflı məlumatı Bakı Zooloji Parkının həkim baytarı Elvin Süleymanov məlumat verəcək. Elvin bəy, salam, sabahınız xeyir olsun. Zəhmət olmasa, şənbə bazar günləri Bakı Zooloji Parkında ziyarətçi axını necədir? Heyvanlar, günə davamlı olmayan heyvanların vəziyyəti necə olur? Salam, hər vaxtınız xeyir. Öncəliklə xoş gəlibsiniz. Bakı Şəhər Heyvanat Parkında yaz fəsli, yay fəsli biraz daha aktiv keçir digər fəsillərə nisbətən və belə vurğulamaq olar ki, şənbə bazar günləri digər günlərə nisbətən ziyarətçilər, vətəndaşlarımızın ziyarət etmə sayları daha yüksək olur. Bakı Şəhər Heyvanat Parkında istisevən və soyuqsevən heyvanlar məskunlaşır. Bunlara dəvələri misal göstərmək olar ki, bunlar istisevər heyvanlardılar və onların öz təbii areallarına uyğun olaraq şərait seçilir və ona uyğun olaraq hazırlanır. Dəvələr digər heyvanlardan fərqli olaraq yaz fəslində havalar istilənməyə başlayanda tüklərini tökməyə başlayırlar. Bu period 1-2 ay müddətində davam edə bilir. Hətta dəvələr belə deyim, susuzluğa çox dözümlü heyvandırlar. Ehtiyacları yarandıqda isə bir dəfəyə çox susuz qaldıqsa isə bir dəfəyə 100-150 litrə qədər su içə bilirlər. Belə deyim, bizdə soyuq sevən heyvanlar da vardır ki, biz bunları yaz fəsli gəlməmişdən qabaq soyuq havalarda yaz fəslinə hazırlıq işləri görürük. Belə ki, bunlara amur, pələngini, bizonu, ayıları göstərmək olar. Onlar üçün xüsusi su hövzələri və kölgəliklər düzəldilir. Təşəkkür edirik Elvin bəy ətraflı məlumat üçün. Bəli, hörmətli tamaşaçılar, mən sizə onu deyim ki, Bakı Zooloji Parkı həftənin 5 günü saat 10-dan axşam 19-a kimi fəaliyyət göstərir. Şənbə və bazar günləri isə səhər saat 9-dan axşam 19-a kimi açıq olur. Uşaqlarınızı, övladlarınızı, nəvələrinizi gətirib ziyarət edə bilərsiniz. Belə, mənim bugünə və bu saata çatdıracaqlarım bunlar idi. Sözü ötürəm studiya aparıcılarımıza. Hələlik. Təşəkkürlər Gülnar, ətraflı məlumata görə biz də sənə təşəkkür edirik. Amma istəyirik elə efirimizi üzünüzdə gülüş yaradacaq bir rubrikamızdan davam edək. Havanın necə keçməyindən asılı olmayaraq bir Azərbaycanlı olaraq hər zaman qonağın qarşısına bir çay qoyuruq və elə Mozalanda da bir maraqlı bölüm sizə təqdim eləyəcək. Söhbət yenilikdən gedir və orada da müdir problemin böyüklüyündən, kiçiyindən asılı olmayaraq qonaqların qarşısına bir çay qoyur. Görürsən bu çay həqiqətən məsələni həll edir, yoxsa yox? Müdür yerindədir. Bizim müdür həmişə yerindədir. Buyurun, keçin içəri, əyləşin. Yanında adam var, xaricdə gəlib. Çox otura bilməz, indi çıxar. Darıxmayın, hövsələ eləyin. Hələlik bir stakan çaya qonaq olun. Buyurun, təzə dəmdir. Təşəkkür eləyirəm. Çayın biri qaydadır, ikisi cana fayda. Vay, öldüm ana, haradadır? Öpürəm qardeşim. Dəhlizin axırda soğuqlanan kimi. Daha dözə bilmirəm. Siz yoldaşı, buyurun. Sağ ol qardeşim, görüşərik. Gəl qadanalım, gəl. Salam əleykum. Əyləş, sənin boyda insan evladını görməyə bilsən nə qədər şadam. Balaca bir iş üçün narahat edirəm. Nə fərqi var? İstər böyük olsun, istər balaca. Bu saat bizim borcumuz ondan ibarətdir ki, hər işə diqqətlə, məsuliyyətlə, mən deyərdim ki, ürəklə
yanlısı ilə yanaşaq. Və biz burada niyə oturmuşuq? Bəs bu vəzifəni bizə nəyə görə tapşırıblar? Bağışlayın, mən bilmək istərdim. Ölsələn olsun, çayını iç. Çox sağ olun. İç qadanalı. Mən bilmək istərdim. Hər şeyi biləcəksən, hər şeyin öz vaxtı var, gözəl insan. Balaca işi həll eləmək, böyük işi həll eləməkdən daha çətindir. Çünki balaca iş sərgər işidir. Burada daha ciddi olmaq lazımdır. Atalar deyib ki, bugünün işini sabaha qoyma. Əgər bugün biz balaca bir məsələni həll ediriksə, o qədər sevinirik ki, ta nə deyim. İcazə verin gedim. Daha dözə bilmirəm. Tez yer qadan alın. Bəs biz burada nəyə görə oturmuşuq? Bəli, yoldaş gözəl. Daha kim var orada? Salam aleyküm. Gəlmək olar. Mən böyük bir məsələ üçün gəlmişəm. Gəl. Gəl gözəl insan. Bu saat biz hər şeyi həll edərik. Gününüz uğurlu olsun əziz telesəhər izləyiciləri. Artıq növbəti saatımızda da qarşınızdayıq. Mən Könül və əziz həmkarım İlhan. Həftə sonunda çalışırıq ki, həm pozitiv enerjimizi sizə ötürək, həm sizi hədiyyəsiz buraxmayaq. Günün mövzusu ilə bağlı fikirlərinizi öyrənək və təbii ki, bir-birindən vacib, aktual, maraqlı mövzuları gündəmimizə gətirək. Xoş gördük İlhan. Xoş gördük Könül. Bir daha sabahınız xeyirli olsun əziz tamaşaçılar. Bugün həftənin şənbə günüdür. Həftə sonunda yenidən sizin qarşınızdayıq. Amma bu o demək deyil ki, biz əli boş gəlmişik. Bəli. Çünki bizim həftəmizin yekunu da var. Çünki həftə ərzində sizə bir-birindən maraqlı mövzular təqdim eləmişik. Müxtəlif fərqli sahələrə belə deyim, müraciət eləmişik. Fərqli sahələrdən fərqli mövzuları sizə təqdim eləmişik. Amma bugün də bir neçəsini seçib sizə təqdim eləyəcəyik. Odur ki, həftənin yekununu izləyək, sonra yenidən sizin qarşınızda olacaq. Həftə isti havalarla başladı. Deyilənə görə dünyaya təsir göstərməyə başlayan El Nino hava fenomeni sürətlə güclənir. Bu da qlobal miqyasda ekstremal hava hadisələri ilə rekord temperatur göstəricilərinə səbəb ola biləcək. Görəsən ölkəmizə necə təsiri olacaq? İqlimdə fövqəladə dövr başlayır, yeni temperatur rekordları qeydə alınacaq. Quraqlıq özü kənd təsərrüfatına mənfi təsir göstərir və məhsuldarlıq azalır və ərzaq təhlükəsizliyində problem yaranır. İnsanlar isti olanda həddən artıq dəridən ifraz olunan mayenin miqdarı artır və həm böyrəklərin fəaliyyəti zəifləyir, həm də qanın qatılığı artır. Belə istilərdə isə gərək özümüzü qoruyaq. Halı pisləşənlərə də dərhal ilkin yardım göstərək. Bunun üçün müəyyən qaydaları da bilməliyik. İsti havalarda uzun müddət günəş altında qalmaq bəzən gün vurma ilə nəticələnə bilər. Bəs belə olan halda ilk yardım necə göstərilməlidir? İsti vurma halları tez-tez baş verən bir hadisələrdir. Birincisi, çalışırsınız ki, onu sərin bir yerə, kölgə bir yerə qoyasınız, nəm dəsmalla onu siləsiniz. Əgər açıq havada çox olursunuzsa, mütləq əlinizdə sərin su olsun. Dondurma da alıb yemək olar, amma qədərində, çünki zərərləri də var. Temperatur yüksəldikcə dondurma alanlarının sayı da artır. Çünki yay deyəndə ağla gələn ilk dadlardan biri də məhz budur. Ancaq dondurmanın arxasında təkcə sərinlik yox, sağlamlıqla bağlı vacib məqamlar da dayanır. Və sevimli yay desertimiz kimlər üçün təhlükə ola bilər? Daha çox uşaqlarda xroniki tanzilit, yəni boğaz gəlmə halları və ya faringit halları varsa, soyuq qidaların qəbulu təbii ki, həmin xroniki xəstəlikləri gedişatını kəskinləşdirə bilər. Bu yay deserti təkcə boğazımıza yox, səsimizə də təsir edə bilər. Axı səsimiz həm də bizim peşəmizlə bağlı ən dəyərli sərvətimizdir. Peşəkar ifaçı üçün səs sadəcə istedadın ifadəsi yox, həm də illərlə qorunub saxlanılan ən dəyərli sərvətdir. Vokalistlər, səslə məşğul olan insanlar, onlar ümumiyyətlə səslərində soyuq olmaz, soyuq dəyimi olmaz, xəstələnməməlidirlər. Yüksək tonla danışmaq, qışqırmaq, bütün bunlar səsə çox mənfi təsir göstərən amillərdir. Belə bir fikir var ki, süd səsə yaxşı təsir edir. Əslində süddən artıq çox istifadə eləsək, mədə turşuluğuna
qaldırmaqla səsə mənfi istifadə edə bilərik. Bu fəsildə tıxaclara da dözümü qalmır adamın. Üstünlük veririk iki təkərli nəqliyyat vasitələrinə. Amma velosiped və skuter kimi iki təkərli nəqliyyat vasitələrindən istifadə zamanı qaydalara əməl etmək mütləqdir. Ölkəmizdə kiçik elektrikli nəqliyyat vasitələri və ya velosipedlərdən istifadə edənlər az deyil. Bu tip nəqliyyat vasitələrini idarə edənlər hansı məqamları nəzərə almalıdırlar? Bütün yol hərəkət iştirakçıları öz vəzifə borclarını bilməli və yerinə yetirməlidirlər. Qaydalara əməl etmək bizi təhlükələrdən sığortalayan ən vacib məqamdır. Həftə sonunuzun gözəl, rəngarəng, istirahətinizin təhlükəsiz keçməsi diləyi ilə bu həftəyə də belə yekun vururuq. Həftə uşaqlar üçün də məhsuldar keçdi, çünki uzun müddətli gözlədiyi bir sıra cizgi filmlərin artıq yeni təqdimatları həyata keçirildi. Bu siyahıya daxildir Oyuncaq hekayəsi, Shrek, Mario və bir sıra cizgi filmləri daxildir ki, onların əslində bu qədər sevilməyinin səbəbi sadəcə yaxşı çəkilməyə deyil, eyni zamanda düzgün dublyajıdır. Bəli, əziz tamaşaçılar, indi isə biz sizə Sözün Düzü rubrikamızı təqdim edirik. Sözün Düzündə Azərbaycan dilinin qorunması ümumiyyətcə danışırıq və dil normalarının qorunmasından danışırıq. Bu dəfə isə telekanallarda nümayiş edilən cizgi filmlərində dublyajlarında rast gəlinən norma pozuntularından danışmışıq. Gəlin izləyək. Hər vaxtınız xeyir, dəyərli tamaşaçılar. Sözün Düzünün yeni buraxılışı efirdədir. Bu buraxılışımızda sizə telekanallarımızda nümayiş etdirilən və uşaqların nitqinə birbaşa təsir göstərən cizgi filmlərinin dublyajlarında müşahidə olunan bəzi norma pozuntularından danışacağıq. Cizgi filmləri uşaqlar üçün yalnız əyləncə vasitəsi deyil, eyni zamanda onların nitqinin formalaşmasına və düşüncə tərzinə təsir göstərən mühüm amillərdən biridir. Uşaqlar eşitdikləri sözləri və ifadə modellərini, eləcə də danışıq ahəngini çox tez mənimsəyərək gündəlik həyatlarında təkrar edirlər. Bu səbəbdən cizgi filmlərinin dublyajı zamanı mətnlərin tərcüməsinə xüsusi diqqət yetirilməli, obrazları səsləndirən aktyorlar isə bu işə böyük məsuliyyətlə yanaşmalıdırlar. Təəssüf ki, bəzi dublyaj nümunələrində Azərbaycan dilinin fonetik, leksik və qrammatik normalarının pozulması halları, dilimizin təbiətinə uyğun gəlməyən ifadələr və qeyri-təbii nitq modelləri ilə tez-tez qarşılaşırıq. Gəlin, nümunələrə baxaq. Yarımçıq zebraya nə ad qoymaq olar? Bu da olar, yoxsa qırmaqsız gedəcəkdik. İlk nümunədə yeni doğulmuş və zolaqlarının yarısı olmayan zebr balasına ad verilməsindən bəhs edilir. Bu kontekstdə yarımçıq sözünün işlədilməsi dilimizin leksik normasının pozulmasına səbəb olub. Belə ki, Azərbaycan dilində yarımçıq sözü bir sıra mənaları ifadə edir. Sona, axıra çatdırılmamış, natamam, bitməmiş, dolu olmayan, başı yarımçıq olan, sənətini yaxşı bilməyən, bir şey haqqında lazımınca məlumatı, biliyi olmayan adam haqqında, ardıcıl olmayan iş, tədbir və ya proses. Göründüyü kimi yarımçıq sözü əsasən natamam qalmış iş, başa çatdırılmamış proses və ya fəaliyyətlə bağlı işlədilən leksik vahiddir. Bu anlayışın canlı varlığa, xüsusilə yeni doğulmuş heyvan balasına aid edilməsi semantik baxımdan özünü doğrultmur və dilin ifadə normalarına ziddir. Çünki burada söhbət yarımçıq qalmış prosesdən deyil, təbii inkişaf mərhələsində olan canlının fiziki xüsusiyyətindən gedir. Buna görə də həmin kontekstdə yarımzolaqlı zebr ifadəsinin işlədilməsi daha məqsədə uyğun olardı. Eyni zamanda fransız mənşəli zebr sözünün cizgi filminin istehsal olunduğu dilin İngilis dilinin təsiri ilə zebra kimi səsləndirilməsi də norma pozuntusudur. Həmin söz dilimizin lüğət tərkibinə zebr formasında daxil olduğundan şifahi nitqdə də məhz bu cür səsləndirilməli idi. Beləliklə, nümunənin redaktə olunmuş variantını təqdim edirəm. Yarımzolaqlı zebrə nə ad qoymaq olar? İkinci nümunə uşaqların böyük maraqla izlədiyi bir cizgi filminin dublyajından qeydə alınmışdı. Süjet xəttindən də məlum olduğu kimi, personajlar balıq ovuna hazırlaşırlar və nümunədə söhbət balıqçılıq aləti olan qarmaqdan gedir. Beləliklə, səsləndirmədə qarmaqsız sözünün qırmaqsız şəklində tələffüz edilməsi, bədii tərcümə və dublyaj prosesində yol verilmiş ciddi leksik semantik təhrifdən xəbər verir. Qeyd etməliyik ki,
Dilimizin lüğət tərkibində yer alan qarmaq sözü amonimlik xüsusiyyətinə malik olub, həm isim, həm də feil kimi çıxış edir. Bu sözün bir sıra məna çalarları var. İsim kimi. Bir şeyi asmaq, yaxud qaldırmaq üçün ucu yuxarıya doğru əyilmiş qalın mığ, çəngəl. Balıq tutmaq üçün ucu şiş çəngəl, tilov. İki şeyi bir-birinə ilişdirmək, bənd etmək üçün ucu əyilmiş dəmir alət, çəngəl. Feil kimi. Vurmaq, əymək, qatlamaq, çevirmək, qanırmaq. Geniş məna çalarına malik olan qırmaq sözü isə yalnız feil kimi çıxış edərək, əsasən parçalamaq, sındırmaq, kütləvi surətdə tələf etmək, məhv etmək və s. mənaları bildirir. Cizgi filmində qırmaq feilinin qarmaq isminin yerində işlədilməsi cümlənin məntiqi semantik strukturunu pozmuş, ədəbi dil üçün səciyyəvi olmayan süni bir ifadənin yaranmasına səbəb olmuşdur. Beləliklə, cümlənin doğru variantını təqdim edirəm. Bu da olar, yoxsa qarmaqsız gedəcəkdik. Belə dəyərli tamaşaçılar, televiziya məkanında yayımlanan və xüsusilə azyaşlılara təqdim etmək üçün hazırlanan hər bir nitq materialı nümunə xarakteri daşımalıdır. Unudulmamalıdır ki, cizgi filmləri yalnız uşaqları əyləndirmir, onlarda nitq və düşüncə tərzinin formalaşması prosesinə də istiqamət verir. Bu baxımdan dublyaj prosesində dilimizin saflığını qorumaq, gələcək nəsillərə təhrif olunmamış, zəngin və düzgün nitq nümunələri ötürmək olduqca vacibdir. Aktual bir mövzunu sizə təqdim edirik, tamaşaçılar. Bilirik ki, hər kəs ev sahibi olmaq istəyir. Amma müəyyən bir, belə deyim, hadisələr var ki, şərtlər var ki, insanlar çətinlik çəkirlər. Çünki əsasən də yeni ailə qurmaq istəyən insanlar var, gənclər var ki, ev almaqda çətinlik çəkirlər. Çünki bir sıra şərtləri var. Daxili ipoteka şərtləri var və yaxud da ki, güzəştli ipoteka şərtləri var. Amma hansından istifadə etmək daha doğrudur? Elə bu sizə danışacaq. Bəli, xüsusilə də ipoteka şərtlərindən danışırıqsa, son dövrlər mənzil qiymətlərinin artmağı və ilkin ödənişlərin artmağı, eyni zamanda aylıq ödənişlərin də əhali arasında çətinliyi yaratmağı ipotekadan artıq bir növ imtina kimi də dəyərləndirilir. Amma nəzərə alsaq ki, daxili kreditin şərtləri ipoteka ilə müqayisədə aylıq ödəniş mövzusu daha çətindir. O zaman artıq insanlar dilemma qarşısına qalır. İpoteka yoxsa daxili kredit? Bəs ipotekanın şərtləri son dövrlər niyə bu qədər çətinləşib? Çünki insanlar həm ipotekanın aylığını ödəməlidir, eyni zamanda ailə büdcəsini də nəzərə almalıdır. Elan saytlarındakı qiymətlərə nəzər saldıqda mənzillərin əksəriyyətinin ipoteka limitlərini üstələdiyini görürük. Bu isə vətəndaşların seçim imkanlarını məhdudlaşdırır. İpoteka ilə ev almağın çətinləşməsinin əsas səbəblərindən biri də qiymət artımıdır. İpotekaları fərqli şirkətlər müxtəlif şərtlərlə təklif edir. İlkin və ya aylıq ödəniş faizləri də təxmini eynidir. Dəyişən sadəcə mütəmadi artan qiymətlərdir. Son illər əmlak bazarında baş verən qiymət artımları səbəbindən vətəndaşlar ipoteka kreditləri mənzil alarkən məcburən onun ilk ödənişini daha çox verməli. Bundan əlavə isə mənzillərin satış qiymətlərinin artması həmin ipoteka kreditlərinin aylıq ödəmələrinin də artmasına gətirib sarmışdır. Son illər əvvəlkilərə nisbətən nağd şəkildə alıcıların sayı azaldığına görə daha çox ipoteka kreditlərini üst tuturlar. İpoteka qiymətinə sevilən əmlaklar ipoteka krediti ilə satıldıqda həmin əmlak yenidən bazarda satışa çıxmasına uzun illər zaman tələb olunur. Yeni tikilən və ya hazır təmirli mənzillər arasında da böyük fərq olmur. Məsələn, təməli qoyulan və ya tikilməkdə olan evi almaq, onu təmir elətdirmək elə satışda olan hazır təmirli mənzillərlə eyni məbləğə başa gəlir. Bununla belə, hətta köhnə binalardan almaq istədiyiniz evləri də ipotekaya salmaq mümkündür. Sual yaranır. Axı köhnə tikililərdə təklif olunan mənzillərin qiymətləri nisbətən ucuz olur. Bəs ipotekanı bu qədər çətinləşdirən nədir? Ancaq ipoteka ilə mənzil almaq istəyənlərin işini çətinləşdirən təkcə qiymət artımı deyil. Bankın təyin etdiyi qiymətləndirmə də kredit məbləğinin formalaşmasında mühüm rol oynayır. Şərtlər dəyişməyib, yəni faizlər qalır və eyni zamanda ayrılma məbləğləri və digər şərtlər də hər hansı bir dəyişikliklər uğramayıb. Amma buna baxmayaraq daşınmaz əmlak bazarında qiymətlər 75-100% arasında artıb. Bu da ipoteka əlçatanlığında müəyyən problemlərin yaranmasına səbəb olub. Hal-hazırda normal evlər 250-300 min manata
təqdim olunur, təşviq olunur. Amma 150 min məbləğli ipoteka kreditləşməsi bu evlərin alınmasında vətəndaşlara müəyyən problemlər yaradır. Düşünürəm ki, həm faiz etibarilə dəyişikliklər baş verməlidir, həm də eyni zamanda məbləğlər müvafiq olaraq 100 mindən 150 minə, 150 mindən isə 200 minə artırılmalıdır. Ekspertlərin sözlərinə görə artan tələbat, ipoteka imkanları və tikinti xərclərinin yüksəlməsi qiymətləri bahalaşdıran əsas səbəblərdəndir. Bütün bunların fonunda isə həm də seçim imkanlarının məhdudlaşması dayanır. Ekspertlərin sözlərinə görə artan tələbat, ipoteka imkanları və tikinti xərclərinin yüksəlməsi qiymətləri bahalaşdıran əsas səbəblərdəndir. Yəni mərkəz və ya daha uyğun yerlərdə mənzil tapmaq, onu ipoteka ilə əldə etmək imkanı da getdikcə çətinləşir. Səma Pənahova, Sədrəddin Mirzəyev, Telesəhər. İstər daxili kredit, istər ipoteka, istərsə də nağd ödəniş. Əsas odur ki, ürəyinizcə olan bir mənzil sahibi olasınız, Telesəhər izləyiciləri. Amma bütün bu çətinliklər qarşısında əmlakımıza zərər vermə faktları ilə də qarşılaşırıq və odur ki, hüquqlarımızı maksimum formada düzgün bilməliyik. Bəli, bir şəxs digər şəxsin əmlakına zərər verərsə, onun ödənilməsi necə həyata keçirilir? TV-ki rubrikamızdan biləcəyik. Burada nəzərdə tutulur ki, şəxs qəsdən digər bir şəxsin əmlakına zərər vurur, məhv edir və buna görə cinayət məsuliyyəti daşıyır. Əgər bu sübuta yetirilərsə ki, şəxs tərəfindən həqiqətən də əmlaka zərər vurulub, təbii ki, burada cinayət məsuliyyəti var. Digər bir halda ehtiyatsızlıqdan olmuşdursa, şəxs digər şəxsdən, yəni zərər vuran şəxsdən maddi zərəri sübut etmə öhdəçiliyi daşıyaraq, yəni bu barədə aktlaşdırma olmalıdır, qiymətlənmə olmalıdır və bundan sonra məhkəmə qaydasında tələb edə bilər. Məhkəmədən öncə, əgər könüllü icra olarsa, məhkəmə sizdə həll etməsi mümkündür. Bəli, əziz tamaşaçılar, bir maraqlı informasiyanı sizin diqqətinizə çatdırmaq istəyirik. Belə ki, Azərbaycanlı Grossmeister Aydın Süleymanlı şahmat üzrə 16-cı dünya çempionu Magnus Carlsen üzərində möhtəşəm qələbə qazanıb. Hong Kongda keçirilən Partiya Rapid və Blitz üzrə komandalar arası dünya çempionatı çərçivəsində baş tutub. 21 yaşlı Aydın Süleymanlı dünya reytinginin liderinə qalib gəlməklə şahmat mediasının diqqətini cəlb edib. Hazırda daha çox gənc şahmatçılardan formalaşan Odlar Yurdu komandasının 15 xalı var və 8-ci pirlədə qərarlaşıb. Grossmeisterimizi bir daha ürəkdən təbrik edirik. Sualımız var, Viktorin hansısının qalibi artıq məlumdur. Birinci mərhələnin qalibi olan Arzu xanımı salamlayırıq. Sabahınız xeyir Arzu xanım. Salam, sabahınız xeyir olsun. Gününüz uğurlu olsun və sizi təbrik edirik birinci növbədə. Çünki artıq ilk mərhələdə qalib gəlmişsiniz. İlk düzgün cavab yazan tamaşaçımızsınız və Ümumiyyətlə Arzu xanım nə işlə məşğulsunuz? Birinci belə sualla başlayıb. Əla, çox gözəl. Çox gözəl və elə viktorinamızın düzgün mərhələsini, daha doğrusu cavabını sizdən eşidək. Ekranda gördüyünüz süni intellektlə hazırlanmış bu şəkil hansı atalar sözünə aid idi? Bu deməli, dağa baxarsan davul. Bəli. Biz sizi təbrik edirik. Amma bizim ikinci mərhələmiz var. Hazırsınız? İkinci mərhələdə biz sizə musiqi təqdim edəcəyik, amma müəyyən bir yerdə dayanacaq. Davam etdirməsiniz, yəni oxumalısınız. Hazırsınızsa dinləyək. 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 Yolda qaldım ay gözəl, gözü yolda qaldım ay gözəl, bahar ötdü yar bağlar oldu xəzəl. Şirkət Elektron rubrikası hazırlandı. Gözəl bir mahnı saygı konusudur. Atacaktım, beni sevdiğin söyle bəs ne için? Doldur. Ver içim, söylə. Təbrik edirik sizi Arzu xanım ürəkdən və siz bizdən Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrına 2 nəfərlik dəvətnamə əldə etdiniz və bu gözəl ifanı təbii ki, bugün Cahangir Cahangirovun doğum günüdür və təbii ki, bu gözəl ifa ilə də günümüz şənləndi deyirik.
Bizi izlədiyiniz üçünsə təşəkkürümüzü bildiririk telesəhər izləyiciləri. Artıq həftəmizdə yekunlaşır. Biz də gedək istirahət eləyək, dincələk ki, növbəti həftəyə daha enerjili, daha produktiv qarşınıza çıxaq. Amma bizi gələn həftədə izləməyi unutmayın. Və telesəhəri ümumiyyətlə sosial şəbəkələr üzərindən də izləyə bilərsiniz tamaşaçılar və Azərbaycan televiziyasının tətbiqi vasitəsilə də harda olmanızdan asılı olmayaraq canlı izləyə bilərsiniz. Qaynar xəttimiz də var. Qaynar xəttimiz də sizin diqqətinizə çatdıraq. 051 511 1956. Sən danışdıqca mən fonda gedən musiqi ilə belə məst oluram İlhan. Hər birinizə zövqlü, gözəl gün arzulayırıq. Hər zaman zövqlü musiqilər dinləyin, gözəl teatrlarla, tamaşalarla gününüzü şənləndirin və özünüzə çox yaxşı baxın. Görüşmək ümidi ilə hələlik. Hələlik.